Hı hı. Ekranı görerek. Hı hı. Aa, Əla. bəli. Deməli, indi mən bir-bir bütün sualların izahını verəcəm sizə. Birlikdə baxacağıq. Хорошо? Deməli, başlayaq gələk ilk sualdan. Mən onu bildirim ki, bu 2017-ci ilin qəbul tipli sualları olduğuna görə bu bizim indi sizinlə işlədiyimiz sınaq formatlarından biraz fərqlənir. Baxmış olsanız bizdə burada bizim qapalı sual tiplərimiz daha çoxdur və elə suallarımız var ki, artıq biz son 2-3 ildir imtahanda bu tip suallarla qarşılaşmırıq. Həmin o sualları da mən sizə belə bildirəcəm. O sualları işləməyə bilərsiniz, baxmaya bilərsiniz. Çünki artıq imtahanda düşmür. Mən də sizə o sualları izah etməmişəm və izah etmədiyim bir şey də sizdən tələb edə bilmərəm. İndi gəlin başlayaq birinci sualdan. Birinci sualda məndən tələb olunur ustanovить соответствие, yəni uyğunluğu müəyyən etməliyik sizinlə. Bizə burada sözlər verilib. Birinci, содействие, согласие və соглашение. Aşağıda da variantlar verilib. Bunları bir-birləri ilə uyğunlaşdırmalıyıq. Gəlin birlikdə baxaq. Baxın, sodействие Azərbaycan dilinə yardım deyə tərcümə olunur. Согласие Azərbaycan dilinə razılıq deyə tərcümə olunur. Соглашение Azərbaycan dilinə isə razılaşma və yaxud da müqavilə deyə tərcümə. İndi gəlin bir-bir baxaq görək. Bunlardan hansı bizim sual söz açıqlamalarımıza aid? Содействие dedi ki yardımdır. Согласие razılıq, соглашение razılaşma. Разрешение утвердительный ответ на просьбу. Xahişə müsbət cavab və icazə vermə. B-yə baxaq. Поддержка в какой-нибудь деятельности. Hər hansısa bir fəaliyyətdə sizə olunan kömək və yaxud da dəstək. Mən содействие sözünə B variantını Bir. uyğunlaşdıra bilərəm. Поддержка в какой-нибудь деятельности. Hər hansısa bir fəaliyyətdə sənə olan kömək. C varianta baxaq. Baxın yazıb. Dogovor. Baxın dogovor və соглашение. Соглашение. Razılıq və razılaşma və müqaviləni mən sinonim olaraq götürə bilərəm. Договор, устанавливающий какие-нибудь условия. Müqavilə hansı ki, bəzi şərtləri müəyyənləşdirir. Üçə mən aid edə bilərəm C. D variantına baxaq. Единомыслие, общность точек зрения. Deyir ki, baxış nöqtələrinin ümumi olması, eyni olması, единомыслие, tək fikirlilik deyə tərcümə olunur. Baxın, mən ona Anladım. согласие ilə uyğunlaşdıra bilərəm. Согласие, razılıq, единомыслие, bir fikirlilik, общность точек зрения, baxış bucağının eyni olmağı. 2 ilə D-ni uyğunlaşdıra bilərəm. Və son olaraq, деятельное участие в каких-нибудь делах с целью помочь. Deyir ki, hər hansısa bir fəaliyyətdə kömək məqsədi ilə birlikdə çalışmaq. Buna da mən sodействие yaza bilərəm, yardım olaraq. Deməli, indi gəlin baxaq, mən sodействие nə yazdım? Yazdım B variantı və Y variantı. Yeva. Düzdür? 2. Soglasiya Azərbaycanla necə tərcümə olunurdu? Razılıq deyə. Düzdür? Razılaşma. 2-yə də mən yazdım A variant və D Evet. variantı. Единомыслие, общность точек зрения. 3 də соглашение olaraq tərcümə etdik. Yəni müqavilə və yaxud da razılaşma deyə tərcümə etdik. Burada C variantı. Burada olan Yeva. dogovor sözü mənə bu məsələdə kömək olur. 3-ə də yazdıq C variantı. Düzgün cavabımız da olacaq variant B. Aydın olmayan nəsə var? Hayır. Çox gözəl. Əla. Okey. Ümid edirəm sözlərin tərcümələrini qeyd etmişsiniz. Okey, хорошо. Gəlin baxaq ikinci suala. Aha, bu arada bu ikinci tip sual 2022-ci ilin indi qəbulunu işləyəcəksiniz. Orada bu tip sual var. Sadəcə biraz fərqli formatda var. Sizə tanış gələcək bu sual. Deyir ki, укажите соответствие высказыванию. Bu nə deməkdir? Baxın, sizə burada belə bir cümlə verir. Siz bu cümləni oxuyub anlamalısınız. Yəni başa düşməlisiniz və aşağıda göstərilənlərdən, yəni aşağıda göstərilən 5 variantdan buna uyğun olan digər bir cümləni seçməlisiniz. Uyğun olan dedikdə biz nəyi nəzərdə tuturuq, onu da deyim. Bu ola bilər həmin o cümlənin məna olaraq sizə, məsəl üçün, tutalım ki, mən hər hansısa bir cümləni oxuyuram və sizə onu izah edirəm. Bu izahı olmuş ola bilər. Bu həmin o birləşmənin sinonim bir cümləsi olmuş ola bilər. Yəni fərqli-fərqli variantlar, əsas odur ki, ona uyğun olanımız. Gəlin cümləmizi bir dənə tərcümə edək. Один, если он и велик, все-таки мал. Baxın, cümləmiz belə tərcümə olunur. Tək insan, burada tək insan nəzərdə tutur. O dahi və böyükdürsə belə, один, если он и велик, tək, yəni tək olsun, amma
özünü dahi və yaxud da böyük olsa belə, yəni sırf tək olduğuna görə onsuz da balaca hesab olunur. Bir daha tərcümə edərək. Один, если он и велик, все-таки mal. Deyir ki, sən çox böyüksənsə, dahisənsə belə, amma sən təksənsə, onsuz da sən balacasan deyə tərcümə olunur. İndi gəlin baxaq bir bütün variantlara. B вариантına gəlin baxaq. Самое страшное одиночество для человека не иметь ни души, ни совести. Deyir ki, bir insan üçün ən böyük təklik, ən qorxulu təklik nə qəlbinin, nə də vicdanının olmamasıdır. Sizcə bu cümləmlə bu cümlə sinonim və ya da bir-birinə uyğun olmuş ola bilər? Xeyr. Hayır. Вариантına baxaq. Даже в толпе человек может чувствовать себя одиноким. Deyir ki, hətta bir topluluğun içində belə insan özünü tək hiss edə bilər. Bu da ora uyğun deyil. D variantına baxaq. Лишив себя общения с людьми, человек обрекает себя на одиночество. Deyir ki, özünü digər insanlarla ünsiyyətdən kəsərək insan özünü təkliyə məcbur buraxır. Baxın belə. Sizcə uyğun ola bilərmi? Hayır. Burada abrikayet nə deməkdir? Özünü məcbur edir. Təklikdə saxlayır özünü. Так, E вариантına baxaq. В одиночестве человек видит в себе то, что он есть на самом деле. Deyir ki, təklikdə insan özünün əslində necə olduğunu görür. Cümlə məntiq olaraq düzgün cümlədir, amma mənim orada göstərilən cümləmlə uyğun deyil. Mənim orada göstərilən cümləmlə sadəcə A variantında olan cümləm uyğundur. Gəlin bir tərcümə edək. Даже обладая исключительными способностями, человек в одиночестве многого не совершит. Deyir ki, əgər insanın hətta belə digərlərindən fərqləndirən bacarıqları olsa belə, o təklikdə çox şeyi edə bilməz. Bir daha bu cümləmizin tərcüməsini yadımıza salaq. Один, если он и велик, все-таки mal. Yəni bir insan çox güclü ola bilər, amma o təkdirsə zəifdir mənasında. Belə bir cümləmiz var. İndi A variantına baxaq. Даже обладая исключительными способностями, человек в одиночестве многого не совершит. Deyir ki, hətta onu digərlərindən fərqləndirən bacarıqları olsa belə, insan təklikdə çox şeyi edə bilməz. 2-də düzgün cavabımız olacaq variant A. Aydındır? Hı hı. Точно. Hı? Aha. Bu olan var mı? Aydın olmayan nəsə var mı? Okey, çox gözəl. O zaman keçirəm 3-cü suala. 3-cü sualımız qrammatika sualıdır. Укажите вариант речевой ошибки. Hər bir dənə yadınıza salın. Rечевая ошибка bu bizim bildiyimiz nitq səhvidir. Və nitq səhvlərimiz xanımlar və bəylər fərqli olmuş ola bilər. Bu, məsəl üçün, paronimin istifadəsi olmuş ola bilər. Bu, isim və sifətin uzlaşmasında olan səhv olmuş ola bilər. Və yaxud da hər hansısa bir söz birləşməsi istifadə olur, amma o söz birləşməsinin istifadəsində səhv var. Yəni, o iki dənə söz birlikdə istifadə oluna bilməz. Məsəl üçün, deyirəm, həmin o tip sözlərdən birini yadınıza salın. Düşünürəm ki, yadınızda olar. Ümid edirəm, yəni. Belə bir cümlə qurmuşduq sizinlə. Oy. Kimin yadındadır bu söz birləşməsi? Belə istifadə etmək olarmı, olmazmı? Hayır, Olar. olmaz. Prostupok pis mənada daşınır. Atvajный ondan uyğun gəlmir. Pis Aha. hərəkətdir də prostupok. Bəli, prostupok ümumiyyətlə Vacibi, Azərbaycan hə, günah deyə tərcümə olunur. tərcümə olunur. Atvajlı Aha. Azərbaycan dilinə isə cəsur deyə tərcümə olunur. Cəsur. Baxın, mən məsəl üçün yaza bilərdim atvajlı postupok, cəsur hərəkət və yaxud da Cəsur cəsur davranış deyə. Amma prostupok Azərbaycan dilinə günah deyə tərcümə olunduğuna görə mən cəsur günah bu iki dənə sözü Aha. bir birləşmədə, yəni qrammatik olaraq burada heç bir səhv yoxdur. Burada olan səhv sadəcə tərcümə əsaslı bir səhvdir də, düzdür? Mən bu ikisini birlikdə Mənalarında. istifadə edə bilmərəm. Baxın, bu da bir nitq səhvidir. Paronimin istifadəsi səhv istifadəsi nitq səhvidir. Bu, yəni ki, məsəl üçün, hal-hazırda bu qabağımızda olan sualda nitq səhvi sifət və ismin, daha doğrusu say və ismin uzlaşmasındadır. Mən yadınıza salıram bu sayıları və xatırladıram bir məsələni. Baxın, bizim belə sayılarımız var idi sizinlə. Dvoye.
Трое. Burada səhv Y-də idi də deyəsən. Bəli, bəli. Четверо, пятеро, шестеро, семеро, восьмеро, девятеро, десятеро diye bir sayılarımız var idi. Və bu sayılara biz deyirik toplu sayılar. Ruscadan tərcümə olunur собирательные, числительные. Və bu sayılardan sonra biz əsla və əsla женский rod və yaxud da sredний rod istifadə edə bilməzdik. Yəni, məsəl üçün deyirəm, baxın belə də yazıram, nельзя. Məsəl üçün, qabağınıza əgər dvoye podruq çıxırdısa, bu səhvdir. Niyə səhvdir? Çünki mənim podruqa sözüm hansı cinsə aiddir? Qadın cinsinə aiddir. Və yaxud da qabağınıza məsəl üçün пятеро окон çıxırsa, bu səhvdir. Niyə? Çünki mənim окно sözüm hansı cinsə aiddir? Sredний roda aiddir. Хорошо? Aydındır. Bir də bizim var idi oba plus işi obе. Obе. Mən bilirəm ki, obadan sonra mən istifadə edirəm kişi cinsinə və qadın cinsinə aid olan sözlər. Daha doğrusu kişi cinsinə və orta cinsə aid olan sözlər. Məsəl üçün, OB-dən sonra qadın. oba telefona, например. Oba doma, telefon, dom kişi cinsinə aiddir. Ob'dən sonra isə mən istifadə edirəm женский rod. Например, obе подруги. Və yaxud da obе книги. Kniga, podruga hansı cinsə aiddirlər? Qadın cinsinə aiddirlər. Düzdür? Bu arada bu sizə izah etdiyim, yəni ki, bu oba, obе məsələsi bunların hallandırılmış versiyalarına da aiddir. Məsəl üçün deyirəm, əgər mən obanı hallandırsam necə olacaq? Обоих, обоим. Burada bu A keçir olur o. Baxı, belə yadda saxlayın. Bu hallandırma kişi cinsinə aiddir və bunun davamı var da. Mən sizə bir dəfə qeyd etmişdim. Obе, например, hallandırması обеих və yaxud da обеим, Y hərfi qalır orada. Хорошо, belə yadda saxlayın. Və bunlar, məsəl üçün, mən bunlardan sonra da ancaq kişi cinsi istifadə edirəm və yaxud da orta cinsi istifadə edirəm. Bu sayılardan sonra qadın cinsi istifadə edirəm. Və bu qaydaya əsasən də Y variantında baxın belə bir söz birləşməm var. Na обеих берегах. Gəlin bir dənə mən sizin üçün bunu yazım. Na обеих берегах. Düzdür? Və burada nəyə baxmalıyam? Mənim bereg sözüm hansı cinsə aiddir? Muşskoy roda aid. Muşkoy. Bəli, hardan bilirəm? Çünki samitlə bitir. Düzdür? Əgər bu kişi cinsinə aiddirsə, mən necə burada обеих istifadə edə bilərəm? Axı bu qadın cinsinin sayıdır. Mən burada düzgün versiya olaraq istifadə etməliydim. Na Обоих. обеих istifadə etmək olmaz. Niyə? Çünki sayı kişi cinsində sifətli ismi mən qadın cinsində götürə bilmərəm. Mənim uzlaşma qaydam buna icazə vermir. Bereg sözü kişi cinsinə aiddirsə, ondan öncə istifadə etdiyim say, isim, sifət, bunların hamısı da eyni şəkildə həmin o cinsdə olmalıdır. Aydın olmayan nəsə var? Yaxşı, sualı fərqli cürə verim. Aydın olan nəsə var? Bəli. Necə Bəli. gözəl? Necə möhtəşəm? Əla. Da bundan sonra sualı belə verəcəm. Okey. Bunu da bildik. 4-cü, 5-ci suallar sizə düşmür. Baxmaya bilərsiniz həmin o suallara. 6-cı suala baxaq. Укажите слово, которое может быть Niyə употреблено düşmür как ki? прилагательное, как существительное. Düşmür. Da imtahanda düşmür. Həm isim, həm sifət kimi istifadə olunan sözü istəyir sizdən 6-cı sualda. Keçən ilin B variantının 20-ci sualıdır bu qəbulda. Bu sual düşmüşdü, bu tip sual düşmüşdü. Baxın, xahiş edirəm sizdən. Sizə substantivləşmiş sözləri bir neçə dəfə yönləndirmişəm. Kitabınızda da var. Xahiş edirəm, o substantivləşmiş sözlər tərcümə ilə öyrənmirsinizsə, okey. Ən azından bir neçə dəfə oxuyun, bir neçə dəfə yadınızda qalsın ki, ən azından siz orada o sözü görəndə biləsiniz hansı sözdən söhbət gedir. Aydındır? İndi həm isim, həm sifət kimi istifadə olunacaq sözlərimizdən biri burada variant budur. Znakomy. Niyə? Məsəl üçün, baxın belə bir cümlə burada. On mой знакомый. On mой знакомый, например. Tərcüməsi o mənim tanışımdır. Necə tərcümə oldu? İsim olaraq. O kimdir? O mənim tanışımdır. Amma məsəl üçün desəm, знакомая ситуация, Axşamınız xeyir müəllimə, üzrlüsən gecikirdim. problem yoxdur. Знакомая ситуация necə tərcümə olunur bəs? Tanış mənzərə, tanış Tanış situasiya. mənzərə.
Baxın, yadda saxlayın. Əgər bu tip sözlərdən sonra, özündən sonra isim gəlirsə, bu söz burada sifət olaraq istifadə olunur. Знакомая situasiya, baxın, necə situasiya, tanış situasiya, Azərbaycanca demirsiniz. Bu da eyni şəkildə. Какая situasiya, знакомая situasiya. Eyni söz burada isim kimi istifadə olunur, burada sifət kimi istifadə olunur. Yəni, mən bu sözü həm isim kimi istifadə edə bilərəm, həm sifət kimi istifadə edə bilərəm. Хорошо? Hı -hı. Morskoy sözü isim olaraq necə istifadə olunur bilmirəm. Hı? Dəniz. Morskoy sözü dənizə aid deməkdir. Məsəl üçün, mən deyirəm morskaya sol, morskaya volna, например. Amma mən o sözü isim kimi istifadə edə bilmərəm. Məsəl üçün deyirəm, burada partnoy sözü var. Baxın, yadda saxlayın. Partnoy Azərbaycan dilində dərzi deyə tərcümə olunur. Bu tam substantivləşmiş isimdir. Yəni, bu sözün sifət kimi istifadə olunan versiyası yoxdur. Partnoy Azərbaycanın dərzi deyə tərcümə olunur. Sualı da kto partnoy? Kim dərzi? Aydındır? Bu söz tam olaraq isimdir, sifət deyil. Baxmayaraq ki, sifətin sonluğu var burada. Məsəl üçün, baxın, deyirəm, maladoy. Görürsünüz? Burada da oy sonluğu var, bu sözümüz sifətdir. Burada da oy sonluğu var, bu sözümüz artıq tam isimdir. Partnoy sözü, məsəl üçün, isim olaraq, sifət olaraq istifadə olunmur. Və yaxud da bu söz, tərcümə edeyim bu sözü. Maladoyca. Vergül. Zapitaya, vergül deyə tərcümə olunur. Bu söz sifət kimi istifadə olunan versiyası yoxdur. Bu söz tam olaraq isimləşib artıq. Хорошо? Amma məsəl üçün deyirəm, məsəl üçün, stolovaya sözünü bir dəfə izah etmişdim sizə. Bu bir yeməkxana deyə tərcümə oluna bilər. Məsəl üçün, большая stolovaya, böyük yeməkxana. Bir də məsəl üçün desəm, stolovaya ложка Azərbaycan dilində çay qaşığı deyə tərcümə olunur. Ложка какая stolovaya? Necə qaşıq? Çay qaşığı. Aydındır? Bu versiyada sifətdir, amma desəm большая stolovaya isimdir. Aydındır? Buna görə də nə etmək lazımdır? Oradakı sözləri əzbər şəkildə öyrənmək lazımdır. Хорошо? Mənim bu sözlər var kitabda. Bəli, var. 39-cu səhifədə səhv etmirəmsə. Neçə sözdür belə? Bu dərsdə siz bunları əzbər öyrənməliydiniz də, xəbəriniz var? Mən Bilmirəm. yeni qoşulmuşum. Hə, Amma o hə, sözləri bilməmişəm. tamam, okey. Yeni Nə qoşulmuş. qədər söz olar? Var orada bir 70-90 dənə söz var. Ha. Хорошо? Yeni qoşulmuş tələbələrin sözüm yoxdur, amma digər tələbələr iki gözəl söz demək istəyirəm burada. Amma demirəm. Yəni, içimdə deyirəm, amma sizə demirəm də, yəni. İçimdə Yəni deyirəm. hansı kitabdan istifadə edirik? Məndə Yəni, kitab yoxdur. Siz kimin kitabı yoxdur dərsdən sonra hamı mənə yazsın, zəhmət olmasın. Yəni, Mən Məndə gələn də dəfə mənim yoxdur. kitabım yoxdur sözünü eşitmək istəmirəm. Mən sizə səhv atmışam, amma cavab geri dönüş etməyib. Hə, inşallah. İnşallah ki, bu yaxın zamanda mən mütləq sizə geri dönüş eləyəcəm. Так, 7-ci sual. Укажите ряд слов близких по значению. Çatdıraq dənə bunu da eləyək. Близкие по значению slova deyirsə bizdən nə istəyir? Bizdən istəyir eyni mənalı sözlər. Yadda Eyni saxlayın. mənalı. Близкие по значению sinonim axtarırsınız. 8-ci sualda противоположное значение var. Bu da əks mənalı sözlərdir. Antonim axtarırsınız. 7-də bizim düzgün cavabımız olacaq variant B. Смелый, решительный, hər ikisi cəsur, qərarlı deyə tərcümə olunur. Və 8-ci sualda isə противоположное значениеdir. Yəni əks mənalı sözləri axtarmalıyam. O da Orada B. da olacaq variant D. Gladki, düz, hamar deyə Göstərir. tərcümə olunur. Şırşav isə əksinə, necə deyim, hamar olmayan deyə tərcümə olunur. Gələk götür. Bəli, Kərə bəli. kötü. Хорошо? Mənim Aydındır? bu Bəli. 7-də C variantı deyil, hə? İkisi də Yo, yo. maraqlıdır. Равнодушный, вечный deməkdir. Отзывчивый əksinə. Hər şey, Əksinə. necə deyim, добродушный, отзывчивый, чуткий, diqqətli. Həssas. Равнодушный, amma vecsiz. Хорошо? Tak, bizim indi vaxtımız bitəcək. Mən sizə indi sınaq göndərəcəm.